uşaqlara düzgün qidalanmanı öyrətmək lazımdır. Bax, məsələn, uşaq var ki, deyir ki, mən meyvə qismindən ancaq banan yeyirəm, başqa heç nə yemirəm. Bax, bu çox pis şeydir. Çalışın ki, uşaqlarınız hər şey yesin. Hər bir şeydə bir vitamin var, bir mineral var. Uşaqların antioksidant bazasını indidən doldurun. Qoy antioksidant bazası nə qədər çox olur olsun. Baxın, məsələn, getdiniz bazara, qiymətin bahalığına görə meyvələri çeşidləməyin. Meyvələri yerli olmağına görə çeşidləyin. Bilin ki, sizin uşaqlarınız üçün ən yaxşısı yerli və əyri-müyrin meyvələrdir. Mən nəinki yerli, belə deyərdim ki, parnik meyvələr, onu demirəm. Onlar da antioksidant yoxdur. Bax, məsələn, bananın özü bu dəqiqə 30 il bundan qabaqki bananla müqayisədə kalium miqdarı 30 dəfə aşağı düşüb. Məsələn, pomidorda antioksidant likopen maddəsi bostan pomidoruna nisbətdə 20-25 dəfə aşağıdır. Yəni, bostan meyvələri, meşə meyvələri, sonra əyri-müyrin belə alma görsünüz, bir var, yekə almalar, qala, məsələn, alması, böyük almadır, nə olsun ki? Boş verincisi, onun heç bir antioksidantı yoxdur. Bir də var, məsələn, qızıl əhməd var, cırhacı var, qəndi sinap var, sinap var. Bunlar bizim yerli almalar, palmit var. Bunlardan alın verin uşaqlarınıza. Və yaxud da ki, ondan da yesin, bundan da yesin. Sonra uşağa sarımsaq yeməyi öyrəşdirin, soğan yeməyi öyrəşdirin. Bax, bunlardan uşaq nə qədər rəngarəng qidalanmağa öyrənsə, uşaqlarda da elə böyüklərdə də antioksidant bazası bu artır, çoxalır. Məsələn, yumurta, kənd yumurtası çalışın uşaqlara verin. Yumurta çox gözəl bir həm A vitamini, həm kalsium, yaddaş cəhətdən uşaqlara çox təsir edir, sümükləşməyə gözəl təsir edir, gözlərə çox xeyri var. Yəni, bunların hamısından uşaq rəngarəng qidalansa əgər, bu uşaqlar infeksiyon xəstəlikləri və bakterioloji xəstəlikləri, bir sıra yoluxmuş xəstəliklərin hamısını çox rahatlıqla keçirdəcək və siz də heç inciməyəsiniz inşallah.